Salam hörmətli izləyicilər, hamınızı xoş gördük. Bax bu qardaş qazidir. 2-ci Qarabağ müharibəsində döyüşüb. Harda döyüşmüsən qardaş? Suqovuşanda. Salam aleykum. Salamlayıram mən də hamınızı. Suqovuşanda döyüşmüşəm, özüm könüllü getdim. Hörmətli izləyicilər, deməli bu qardaşımızı mənə çağırtdırıb zəng elədi. Mən də gəldim. Bax bu deməli 16 sotun içində belə obyektdir. Xahiş eləyirəm sizdən artıq dərəcədə videonu kəşfiyyata salaq. Çoxlu bəyənmə işarəsini vurun və bir xahişim var sizdən. Bəyənmə işarəsini deməli kommentlərdə də çoxlu kommentariyalar yazın ki, video kəşfiyyata düşsün ki, bu qardaşa köməkli eləyək ki, bu obyekti satsın. Deməli birincisi hardayıq biz? Biz Şuvalandayıq. McDonald's, bax McDonald'sın gələn yoldur. Bax oradan düşür, üzü aşağı dənizə gedən yoldur. Obyektimiz də bax bu sol tərəfdədir. Murad, buranın ünvanını dinə dəqiq. Bura Milyonerlər məhəlləsində dəniz yolu, Hacı Məmmədov, Uğul, Əncirlik. Aha. Bu da çıxır təzə yola, o Güney Azərbaycan yoluna. Təzə qoyublar, ad qoyublar, 70-ci Şuvalan küçəsi. Aha, понятно. 16 sotdur, torpağı da gedək göstərək oradan, o tərəfdən torpaq. Deməli bu sol tərəfdir, obyektin sol tərəfidir. Hə, bax burada torpaq sahəsidir. Deməli obyektimizin arxa hissəsidir də, başa düşdünüz. İndi orada gedəcəyik. Bax belə bir evdir. Deməli sənəd barədə məlumat verin. Sənəd çıxarışdır, qeyri-yaşayış çıxarışdır. Hamısı da qeyri-yaşayışdır. Qeyri-yaşayış, deməli 3 sot 70 kvadrat qeyri-yaşayışdır. 12 sotda torpaq, deməli ancaq torpaqdır. Yaşayış. Yaşayış məntəqələridir. Plus bu antenadır da. Hə, antena barədə. 40 kvadrat da antenadır, müqavilənəndir. Bu, yəni alan adam istəməsə bunu, yəni bunu mən müqaviləsini ləğv eləyib söktürə bilərəm. Problemdir. Yəni orada antena barədə. İllik arenda alıram mən burada. Yazasısız, antenanın da şeyini sizə dedi. Tam ətraflı başa saldı. Xartutdur, hər adamın həyətində yoxdur. Aha. Yəni tutdu, xartut. Bura əvvəlindən sizdədir də, yox? 35 il məndədir. 35 ildir məndədir. Dostlar, xahiş edirəm bir də videonu kəşfiyyata salın, bölüşün ki, bu qardaşa köməkli eləyək, satsın. Bunu yəni ki, belə deyək də, müalicəyə gedəcək. Ona görə də tez lazımdır ki, bu obyekt satılsın, təcili. Qiymətini vurğula. Yəni gedib mən kiməsə Bildim, başa düşdüm. Allah şifaban verir. Dilənçilik eləmirik, heç nə. Öz malımdır. Qoymuşam qiymətə 700 min. 700 min manat. 700 minə deyirsən, hə? Hə, 700 minə. 16 sotdur. 16 sot hamısı. 700 min verirlər. Heç nə götürmürəm. Çıxıram buradan bir dəfə aşağılara da verirəm, gedirəm. Sənədlərini də formuca eləyirəm. Bununla da qutardıq. Vidalaşıram Xəzər rayonundan. Vidalaşır. Gedək qabaq sən çəkək. Gəl. Hə Murad, bir dənə başa sal görüm. Əvvəl nə oldu? Burada dükan olur, kafe, dükan. Yəni restoran kimi, otel kimi. Bugünkü gündə də məsələn kirayə vermişəm. Gəlirlər qalırlar, kirayə qalırlar, yayda kirayə qalırlar. Bura remont olunsa, mağazin yəni fəaliyyət göstərən əsas yoldur. Xadavoy yerdir. Pivnoydur, nə bilim, kupalnik satılan yerdir. Hər şey eləmişik də. Bura hər yer, bura yəni ticarət obyektidir. Gəl bir dənə buranı göstərək, bura. Yəni tam ətraflı görsədək ki, gəl bura. Burada evdir da elə bir ki. Buranın sənədi nədir? Qeyri-yaşayışdır bura. Qeyri-yaşayış. Otaqlar da var, çoxdur otaq. Bunlar da çoxdur. Buradan çıxışdır var o tərəfə. Hörmətli izləyicilər, deməli 16 sot 700 minə deyir qardaş. Bu da çıxır evin arxasına həmən yerə, yox? Bu da həmin yerə həyətə çıxır. Həyətə çıxır. Plus ancil ağacı. Bonusdur. Sən elə ancaq ağaçlar sayır. Yox da ağacı bu yetişdirmək üçün hər adamın həyətində belə şey yoxdur. Eşitdiniz? Bu dənizə gedən yoldur. 5 dəqiqə piyada, 5 dəqiqə dənizdəsən. 5 dəqiqə dənizdə. Burada da olan villalar hamısı 1 milyon 200 minə. 1 milyon 200 minə satırlar ya. Bura nədir burada? Təndir. Təndir. Aha. Yəni işləyir. Bu dəqiqə işçi qoysun, həmir alsın, bu dəqiqə. Buranı sən arendaya vermişdin əvvəl. Hamısı arendada olub. Rus bura. Neçəyə vermişdin bura illiyi? Valla 300 manata təndiri verirdim. 1000 manata buranı verirdim, dükanı verirdim. Otaqların birini 400 manata verirəm. Antenanı 300 manata vermişəm ayın arendaya. Yəni arendada, hamısı arenda.
Qardaşlar, ona görə də yəni belə yerdə pul gətirəndir. Pul gətirən obyektdir. Burada çox şey eləmək olar. Çünki öyle də yeri yaxşıdır, dənizə gedən yoldur. Nəysə, əsas odur ki, sənədlərin qaydasındadır. Sənədlər qaydasında, hə. Sənədlərin qaydasında. Bura neçə kvadratdır? 70 kvadratdır. Nə qədər? Çoxlu poldu yeri. 70 kvadrat. Bura stroy material olur səndə? Bura stroy material olur. Türküdür. Prosta Türk. Azərbaycanlılar kişi kimi sözünü danılır yananda, Türklər kişi kimi sözünü danılır yananda. Vay vay. Ona görə də Allah 5 illik danışmışdıq. 3 ildən sonra kırsa kimi qaçdı. Vay vay vay. Yəni olduğu şey deyəm də, yəni şər atmırıq, böyle heç də eləmirik. Olduğu kimi, kişi kimi danışmışdı, danıldı dayanmalıdır. Sözümü demisənsə, mən necə deyirəm indi 700-ə verərəm. Aha. Mən də sözümü danılırsam, mən sabah biraz qıyıb bak 5 manat, 10 manat baha olsun. Yağın ki, təbii ki, aşağı yer olacaq da mı? Aşağı yeri, elə aşağı yeridir də. Aşağı yeridir. Hə, elə 700. Sən gəl buraya 200 min qoy olsun sənin üçün obyekt, restoran, otel, restoran. Hörmətli izləyicilər, bir dənə videonu bəyənin, kəşfiyyətə salaq zəhmət olmasa. Murad qardaşa sataq, köməkli eləyək, hə. Pul lazım, təcili. Heç kəsdən pul istəmirəm ki, demirəm ki, mənə borc verin. Öz mülkümü satıram, çıxıb gedirəm Azərbaycandan. Hörmətli izləyicilər, bu günə bu qədər sağ olun, minnətlər.